Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin fizika müəlliməsi Hərzəli Cümay. Bugün sizlərə metallarda və yarımçətiricilərdə elektrik cərəyanı mövzusunda danışacağım. İlk öncə elektrik keçiriciliğinin nə olduğunu öyrənməliyik. Elektrik keçiricilik maddələrin elektrik cərəyanını yaxşı keçirdə bilmək xəstəsidir və xüsusi keçiricilik adlanan kəmiyyətlə xarakterize olur. Xüsusi keçiricilik xüsusi müqavimətin tərs qiymətinə bərabərdir. Sigma hərfi ilə işarə olunur və sigma bərabərdir, 1 bölünsün rho'ya bərabər olur. Xüsusi keçiriciliyin beynəlxalq sistemdə vahidi sigma bərabərdir, 1 bölünsün 10 vurulsun metrdir. Maddələr xüsusi keçiriciliyin qiymətindən asılı olaraq 3 qrupa ayrılırlar. Naqillər, dəyərliklər və yarımçətiricilər. Naqillər elektrik cərəyanını yaxşı keçirə bilən maddələrdirlər və onlarda xüsusi keçiriciliyin qiyməti 10⁶dan böyükdür. Dəyərliklər elektrik cərəyanını keçirə bilməyən maddələrdirlər və bunlarda xüsusi keçiriciliyin qiyməti 10⁻8-dən daha kiçikdir. Və yarımçətirici maddələr diyelektriklərlə naqillər arasında orta mövqedə yer tutan maddələrdirlər və yarımçətirici maddələrə daha çox germaniumu, silisiumu və başqa 2-ci və 4-cü qrup elementlərini mədəniyyət sistemində göstərə bilərik. Qeyri-üzvü maddələrin, daha doğrusu üzvü maddələrin əksəriyyəti yarımçətirici maddələrdir. Diyelektriklər maddələri isə biz şüşəni, bəzi mayeləri misal göstərə bilərik. Naqillərə isə əsasən metallar daxildir ki, metallar elektrik cərəyanını yaxşı keçirdirlər. Biz bu cədvəldə müxtəlif metalların xüsusi müqavimətini və xüsusi keçiriciliyin qiymətini görə bilirik. Burada ən yüksək xüsusi keçiriciliyə malik olan maddə nitron maddəsidir ki, bu nitron maddəsinin xüsusi keçiriciliyi yüksək olduğu üçün xüsusi müqaviməti ən azdır. Metallar dediyimiz kimi elektrik cərəyanını yaxşı keçirdir. Metallarda, çünki biz metalların daxili quruluşuna nəzər yetirsək, metalların quruluşu kristalik quruluşa malikdir və metalların kristal quruluşunun düyün nöqtələrində müsbət yüklü iyonlar vardır və müsbət yüklü iyonlar öz elektronlarını itirmişdirlər və o çekirsel üçün müsbət yüklənirlər və mənfi yüklü iyonların ətrafında mənfi yüklü elektronlar xatik formada hərəkətlər edirlər, yerləşirlər və metallarda elektrik cərəyanının yaxşı keçirilməsinə səbəb həmin metalların daxilində olan sərbəst elektronların olmasıdır. Yəni, elektronların sərbəst olması və keçiriciliyin şərtlərindən biri odur ki, maddənin elektrik cərəyanını keçirə bilməsi üçün onun yüklü zərrəciklərin nizamlı bir istiqaməti hərəkət etməsidir. Metalların daxilində də sərbəst şəkildə elektronlar olduğu üçün həmin elektronlar nizamlı bir istiqamətli hərəkət edib elektrik cərəyanını yarada bilirlər. Burada biz həmin quruluşu görə bilirik və metallarda elektrik cərəyanının istiqaməti olaraq müsbət yüklərin istiqaməti götürülmüşdür. Burada biz elektrik cərəyanının istiqamətini qəbul edirik. Burada müsbətdən mənfiyə doğru hərəkət edirik. Yuxarıda isə biz elektronların hərəkət istiqaməti, çünki müsbət yük istiqaməti elektrik cərəyanının istiqaməti, mənfi yük müsbət yükün əksinə hərəkət etdiyi üçün elektrik cərəyanının əksinə istiqamətdə hərəkət edilir. Metallarda elektrik cərəyanını xarakterize edən 2 əsas kəmiyyət vardır ki, bunlardan biri elektrik cərəyan şiddəti, digəri isə cərəyan sıfırlıdır. Cərəyan şiddəti vahid zamanda naqilin en kəsiyindən keçən yükün miqdarını bildirir. Yəni, delta müddətində naqilin en kəsiyindən delta küpələr elektrik yükü keçdiyi zaman cərəyan şiddətinin qiyməti bərabərdir delta Q bölünsün delta T-yə. Cərəyan şiddətinin beynəlxalq sistemdə vahidi amperdir. Cərəyan şiddəti skalar kəmiyyətdir. Cərəyan şiddəti naqildəki cərəyanın sınaq gücündən, konsentrasiyadan və en kəsiyinin sahəsindən və elektronların hərəkət sürətindən asılıdır. Bu asılığı da Q formasında biz bərabərdir Q0, N və S şəklində görə bilərik. Metallarda elektrik yükü olaraq sərbəst elektronlar olduğu üçün biz bu düsturu elementar yüklə əvəz edə bilərik. Bu zaman bərabərdir E, N və S şəklində göstərə bilərik.
Cəryan sıxlığı, cəryan sıxlığı isə cəryan şiddətinin naqilin ən kəsiyinin sahəsinə olan nisbətinə bərabərdir. J işarə olunur. Cəryan sıxlığının vahidi beynəlxalq sistemdə vahidi amper bölgüsü metrin kvadratına bərabərdir. Cəryan sıxlığı vektorial cəmiyyətdir və istiqaməti burada göstərilmişdir. Cəryan sıxlığı, cəryan şiddətində göstərdiyimiz düsturu biz cəryan sıxlığına tətbiq etsək, həmin asılıq düsturunu J bərabərdir NVE şəklində göstərə bilərik. Burada N konsentrasiya və yüklərin hərəkət sürəti, E isə elektrik yükünün, elementar yükünü göstərir. Və metallarda, yəni nadirlərdə elektrik cəryanı keçdiyi zaman metallardakı temperaturun artması ilə metalların müqavimətinin qiyməti də artır. Yəni temperaturla müqavimət bir-biri ilə düzgün asılmasıdır. Həmin asılığı düstur formasında biz burada qeyd edilmişik. E bərabərdir, R0 mətərizdə 1 plus alfa T-yə bərabərdir. Burada alfa müqavimətin temperatur əmsalı adlanır. Vahidi isə alfa bərabər 1 bölünsün Kelvinə bərabərdir. Bu da müqavimətin temperaturun asılıq qrafidir. Və yarım keçiricilərdə elektrik cəryanı, yarım keçiricilər elektrik cəryanı xarici təsirlərdən asılı olaraq keçirilə bilirlər. Yəni, oradakı yükdaşıcıların sayı xarici təsirlərdən asılı olaraq dəyişir. Yarım keçirici maddələr, ən çox istifadə olunan yarım keçirici maddələr germanium və silisiumdur. Bu cədvəldə, MDD cədvəlində də səhravi rəngdə göstərilən yarım keçirici maddələrdirlər. Yarım keçiricilərdə elektrik keçiricilər səbəb yarım keçiricilərin daxilindəki elektronların xarici təsirin nəticəsində qopmasıdır və qopan elektronların yerində deşiklər yaranır. Yəni, yarım keçiricilərdə elektrik keçiriciliyi 2 növ güc daşıyıcıdır. Sərbəst elektronların və deşiklərin hərəkəti nəticəsində baş verir. Və yarım keçiricilərdə cəryanın istiqaməti deşiklərin, yəni müsbət yükün istiqaməti olaraq götürülür. Deşiklər müsbət, elektronlar isə mənfi yük hesab olunur. Və qeyd etdiyimiz kimi metalların temperaturun asılığına qeyd edilmişdik. Burada da temperaturun xüsusi müqavimətdən asılıq qrafiq göstərilmişdir. Gördüyünüz kimi mavi rəngli göstərilən düz tonastik asılıq metalları göstərir. Yəni, metalın müqaviməti artması üçün temperaturun da artması lazımdır. Yarım keçiricilərdə isə əksinə. Temperatur artdığı zaman müqavimətin qiyməti aşağıdır. Yəni, maddənin keçiriciliyi artır. Yəni, biz hər hansı bir maddəni, silisium, germanium, hər hansı bir yarım keçirici maddəni keçirici edə bilməyimiz üçün onun temperaturundan artırmalıyıq ki, maddə elektrik cəryanını keçirdə bilsin. Yəni, elektronlarını qopardaq və deşiklər yaransın və o zaman elektrik cəryanı əldə oluna bilsin. Bu da eyni silisium maddəsinin daxili quruluşunu görürük burada. Burada gördüyünüz kimi sərbəst elektron qoparaq, yoldan qoparaq sərbəstləşir və onun yerində müsbət deşiklər yaranır. Və yarım keçiricilərdə dediyim kimi hərəkət istiqaməti müsbət üçün deşiklərin hərəkət istiqamətidir. Bir də yarım keçirici maddələrdə elektrik keçiriciliyi iki formada ola bilir. Məxsusi formada və aşkar daxil etməkdə. Məxsusi formada və göstərdiyimiz kimi elektronlar qopur, temperaturun təsiri ilə və şualamanın təsiri ilə ola bilər. Elektron qopur, qopan elektronların yeri deşik yaranır və bu cür baş verir yarım keçiricilərdə elektrik keçiriciliyi. Bu cür keçiricilik, yəni xaricə heç bir maddə əlavə olunmadan təmiz yarım keçiriciliyə deyirik biz, məxsusi keçiricilik və ya başqa cürdə biz hər hansı bir maddə əlavə edə bilərik. Məsələn, burada germanium maddəsi əlavə olundu və başqa bir maddə əlavə olunduğu üçün biz deyirik aşkarlı keçiricilik, yəni aşkar əlavə olunur. Aşkarlı keçiriciliyi adlanır, aşkarlı keçiriciliyin özü də iki cür olur, donor və akseptor. Donor öz elektronlarını verərək, elektronlarını verdiyi üçün sərbəst elektronların sayını artıran aşkara deyilir. Akseptor isə elektronlarını qəbul edir, yəni deşiklərin sayını artırır. Və buna deyirik donor aşkar. Aşkarın dediğimiz üç növü vardır. Entik keçiricilik olur və kritik keçiricilik olur. Entik keçiricilikdə elektronların sayı artıq olur, yəni əsas yük daşıyıcılar elektronlar olur. Entik keçiricilikdə deşiklər isə qeyri əsas yük daşıyıcılar olur. Kritik keçiricilikdə isə əksinə əsas yük daşıyıcılar deşiklər olur. Elektronlar isə qeyri əsas yük daşıyıcılar olur. Burada həm donor və akseptor keçiriciliyi görürük və yarım keçirici maddələrdən texnikadan bir çox cihazlar istifadə olunur
və bizim müasir dövrdə istifadə etdiyimiz telefonlar, kompüterlər, bütün elektronik cihazların emulaj tərkibində yarımkeçirici maddələrdən hazırlanan yarımkeçirici cihazlardır. Yəni, biz elektronika, müasir dövrdəki texnologiyaları yarımkeçirici cihazlarsız təsəvvür edə bilmədik. Yarımkeçirici cihazlara biz misal olaraq yarımkeçirici diodu, transistoru, femistoru, transistoru və s. göstərə bilərik. Yarımkeçirici diod elektrik cəryanını düzləndirmək üçün istifadə olunan cihazdır. Transistor isə elektrik lətislərini düzləndirmək və çevirmək üçün istifadə olunan cihazdır. Biz bu şəkildə də həmin yarımkeçirici cihazları görə bilərik. Burada müxtəlif yarımkeçirici cihazlar təsvir olunmuşdur. Diod, transistor və s. Bugünkü dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirik.